Belə bir məhlul məsələsinə baxaq. Şərtdə deyilir ki, 500 kilo 15% duz məhlulundan neçə kilo suyu buxarlandırmaq lazımdır ki, 25% məhlul alınsın. Biz əvvəlcə 500-ün 15%-ni tapaq. Buradan alırıq ki, 500 kiloluq məhlulda 75 kiloqram duz var. Daha sonra şərtdə bizə deyir ki, neçə kilo suyu buxarlandırmaq lazımdır ki, 25% məhlul alınsın. Deməli, duza dəyməyib. Duz nə qədər idisə, o qədər də qalıb. Yəni 75 kilodur. Amma bu 75 kilo məhlulda 25% olacaq. Biz baxaq ki, məhlulumuz özü neçə kiloqram olur. Buradan tənasibi hesablasaq, 100 vurulsun 75, bölünsün 25. 25 ilə 75 ixtisar gedir. Buradan qalır ki, 300 kiloqramdır. Deməli, əvvəl məhlulumuz 500 kiloqram idi, daha sonra 300 kiloqram oldu. Duzun kütləsi olduğu kimi qaldığı üçün 500-dən çıxacağıq 300-ü, yəni 200 kiloqram su buxarlandırılıb. Cavabımız olacaq 200.